Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Bütün izləyicilərə, dostlarıma salam deyirəm. Tühlük İslamlığın ikinci bəhsini başlarıq. Biz keçmiş bəhsidə Maidə surəsində 54-cü ayə ilə bağlı danışdıq. Dedik, orada gələn qovm kələməsi tühlərə aiddir. Maidə adı da gözəldir. Maidə yəni süfrə. Maidə dedim, Andrejedin Maidəhay Zəmini kitabı yadıma düşdü. Bir daha da onu oxumalıyıq. Maidə yəni süfrə, yəni din bir süfrə kimindir. Açılıb, ac, suz olan bu süfrədə oturar. Bu süfrənin açanı Peyğəmbər olubdur. Düzməsi, suyu, çörəyi, qabı, qacağı, çeşitli yeməkləri, o həzrətləri və onun eli obası düzüblər. Necə Peyğəmbər səfərə çıxanda, süfrə açılanda təh süfrə başında oturmaz idi, ta səhabələr ona işləsin, süfrəyə yeməlilər düşsün, o da otursun, baxsın. Peyğəmbər belə deyildir. Peyğəmbər onlarla birlikdə o süfrənin qurmasına çalışaydı. Hətta odun gətirib ocaq quraydı, od yandıraydı. Bu nağıl təhcə Peyğəmbərin ictimai davranışına olan bir hadisə deyildir. Məna seyri sulukunda dinin düşüncəsini yaymaqda bir süfrəyə, maidəyə bənziyirdir. Hamılar o məna süfrəsinin düzülməsində, dolmasında, genişlənməsində, yaraşıqlı olmasında, çeşitli fərqli yeməklər, hər zaiqə ilə uyğun olar yeməkləri ora yığmaqda əl-ələ verirdilər, arxanalırdılar. Mevlana demişkən, natiq kamil çوخنباشی بود، بر سر خوانش زهر آشی بود، که نماند هیچ مهمان بینوا، هر کسی یابد غذای خود جدا. همچو قرآن که به معنی هفت توست، خاص را و عام را مطعم دروست. Peyğəmbər natiq kamil idi. Mevlana demişkən, süfrə başçısıdır. Süfrəsində hər cürə yemək var idi. Niyə ki, o süfrənin fərqli qonaqları var idi. Hər qonaq öz yeməyini seçməlidir. Qur'anda belə oldu. 7 qat. Fərqli adamlara fərqli, ayrı-ayrı yeməlilər onda hazırlandı. Əgər biz qəbul eləsək, bu surə Qur'anın 120 ayədə sonuncu surəsidir. Peyğəmbərimizin yaşayışının son devrəsində nazil olub, demək olar, İslam dininin son sözlərini, hökmlərini, məna yollarını da burada axtarmaq olar. Mən umaram, gələcəkdə bu surəni tamamilə şərh edib sizlərlə paylaşam. Amma burada surəyə qıssaca baxım salıb dediyimiz, oxuduğumuz ayəyə yetişəcəyik. Birinci başlanış bu surədə əhdə, peymanlara vəfalı olmaqdır. Ufu bil-uqud. Birinci belə başlayır. Hər nə qovul verdiniz, yerinə yetirməlisiniz. Demək, İslam belə başlayır. Birinci ayaq atmaq müminlərə, peymanlara vəfalı olmaqdır. Xitablar bu surədə hamısı müminlərədir. Allahın şəairini qoruyun, yaxçılıqda, təqvada arxalanın. Bir-birinizə yardım edin. O, ikinci dəfə bu surədə müminlərə xitab, 12-ci dəfə bu surədə müminlərə xitab ittəqullahdır. Yəni, Allahdan utanın. Təqva Allahdan qorxmaq deyil, Allahdan utanmaqdır. Mütərcimlər onu Allahdan qorxun məna eləyiblər. Bu düz deyil. Adamlar bir-birindən utanmamalıdırlar.
əxlaqi yaşayışda utanmaq təhcə Allahdan olmalıdır. Bəqərə o ən böyük surə Quranda ey belə ittəqullahı yoxdur. Niyə ki son surə deyil. Surənin davamında bir sıra şeylər sizlərə haramdır. Bununla belə ey möminlər daha kafirlərdən qorxmayın. Məndən qorxun. İxşuni. Niyə ki daha dininiz təkmilləşdi. Əl-yevm əkməltu ləkum dinəkum burada gəlir. Heç vaxt ədalətdən eşiyə çıxmayın. Ədalətə burada təkid eləmək, vurğunlayıb ədaləti burada qabartmaq. Edelu. Yahud qovmu ilə, Nəsara qovmu ilə əhd-u qərarı sındırmağına işarə gəlir. Məsihiyyətin qələt düşüncəsi Məsihi Allah görməkdə tənqid eləyir. Məsihin özündən əbd olmağına burada etiraf alır. Qıssaca da Habil-Qabil Adəmin uşaqlarına bir nəzər salır. Allahla müharibəyə girənlər tövbə elərsə də onları bağışlamaq olar. Tövbə bağışlamaq olar. Qur'anın son sözləri budur. Tövbə o qavramlardandır ki, İslamın düşüncəsində gizlin qalıb. Allahla müharibəyə girənlər tövbə eləsələr də onları bağışlamaq olar. Oğrunu necə mücazat eləyəsən, rüşvəyyəni necə mücazat eləyəsən, qisas eyni şəkildə burada gəlibdir. Möminlər Yahud, Nəsara ilə dostluq eləməməlidirlər. Niyə ki onlar zalimdirlər. Əgər zülm eləməsələr, əlbəttə dostluq eləmək olar. Yetişir bura 54-cü ayəyə. Ey möminlər, sizlərdən əgər mürtəd olsalar da qorxmayın. Niyə ki gələcəkdə Allah bir qovmi sizinlə üzbəüz eləyəcək. Onları Tanrı sevir, onlar da Tanrını sevirlər. Möminlərin qabağında çox baş aşağı, kafirlərin qabağında çox güclü sınmayandılar. Allah yolunda cihad eləyən, qınayan adamların qınamağından qorxmayan, budur sizlərə Allahın fəzli. Kimsəyə istər verər, o vüsət verən və biləndir. Sonra yetişir bura, bəlliğ ma unzilə iləyk. Yəni, bu son ayələr, sözlər, Maidə surəsində olan hökmlər, qaydalar, çıxış yolları, ey mənim peyğəmbərim, mənim xalqımla ortalığa qoy. Qoymasan bu son sözləri, onlara çatdırmasan, elə bir heç iş görməmisən. Möminlər o şeylər ki, sizlərə pakdır, onlardan yeyin. Pak şeyləri yemək olar. Hamısı rizqidir. Sonra yenə də İsa'nın möcüzələrinə işarə eləyib, sonuncu surənin sonunda Allahın malik olmasını yer kürəsində, göylərə, uzaylarda tanıtdırmaqla İslamın risalətini bu surədə başa çatdırır. Deyir, hamı bu aləmdə istər-istəməz malik olmaları etibarıdır. Hamı bu aləmdə müstəcirdir. Qur'ana ən yaxın təfsir Nəhcü Bələğədir. 28-ci xutbədə Həzrət belə buyurur. Fi vəsfil ətrak. Tühləri belə təvsif eləyir. Kənni ərahum qavmən. Mən bir qovmi görürəm. Belə nəzərə gəlir. Kənnə vücuhəhum əl-məcannul mütərrəqə. Onların üzləri tapdanmış qalxan kimidir. Tapdanmış qalxan, yəni həmən əizzətən ələl kafirin. Əziz kələməsi ərəbcədə, yəni möhkəm, sınmayan, güclü, təsmimlərində dayanan, iradəsi bərk, dala qeyitməyən, daşdəmir bədəni olandır. Bu mənisidir. Yəlbəsunəs sərəq və dibac. İpək paltarlar, bahalı geyimlər giyərlər. Yətəqibunəl xeyləl etaq. Yaxçı, nəcabətli atlar minərlər. Onların ardında da nəcabətli atlar gələr. Bu təvsiflər tühlərdən Nəhcül Bələğədə bunu göstərir. 1400 il bundan öncə hərir ipək giyən adam ağır bir təməddüna, uyğarlığa sahib olmalıdır. Bu adamın rifahda, mədəniyyətdə yaşamalıdır ta ipək paltar geysin. Dövlətli olan ipək paltar geyər. İndi də belədir. İpək fərşi kimsə evinə sala bilənməz. Bir sıra mütərcimlər ətrafı da düz tərcümə eləməyiblər. Qərəz-mərəz ilə baxıblar. Şəhidi tatarlar, Feyzülislam tatarlar, Moğollar, Ənsariyan Moğollar
Məkarim Moğol tüyləri tərcümə ediblər. Təhcə ayəti diqqətlə baxıb tüylər tərcümə edib. Belə yanlış tərcümələrdə çox olub. 146-cı xutbədə faslarla hərbə getməyə Ömər Əli Həzrətləri ilə istişarəyə keçir. لعمر ابن الخطاب وقد استشاره في الشخوص لقتال الفرس بنفسه. Mütərcimlər Forsu İranlılar tərcümə ediblər. Belə yanlış düşüncəni yaymaqdaymışlar ki, Fors yəni İranlılar, yəni İran ölkəsi var imiş. Hal belə deyil. Fors yəni Faslar, Şiraz, Tisfun bölgəsində yaşayan bir qovm. Nəhcül Bəlağədə Fars, yəni Əhlül Fors, Əl-Kirman, Əl-Əhvaz gəlib. Əgər İran olmuş olsaydı, İran kələməsi də Nəhcül Bəlağədə gələrdi. Nəhcül Bəlağədə İran kələməsi yoxdur. Amma Azərbaycan 14 dəfə gəlibdir. Azərbaycana başqa vali göndərməlidirlər. Məhmud Kaşğəri Türkün birinci lüğətnaməsini yazan, kitabını yazmaq səbəblərindən birisini Peyğəmbərdən tüylərə bağlı rivayətlər əsasında yazıbdır. Təəlləmu lüğətət Türk fə innə ləhum mulkən tevala. Onların dilini öyrənin. Onların uzun hökmdarlıqları olacaq. Bu əsasda bu dili öyrənmək vacibdir. O birisi rivayətdə Peyğəmbər belə deyib. Yəqulullah cəllə və əz li cündən səmməytuhumut Türk və əskəntuhumul məşriq fə izə qəzəbtu ələ qavmin səlləttuhum əleyhim. Allah Teala'nın bir qoşunu vardır. Onların adını tüh qoymuşam. Yerin doğusunda, həman məşriqdə onları sakinləşdirmişəm. Hər zaman bir qovma qəzəbim tutsa, onlara müsəllət elərəm. Bu bir böyük fəzilətdir ki, bu qovmun adını Allah özü seçib. Onları öz qoşunu bilib, yerin ən ucalığında yerləşdirib. İnşallah ki, bu fəziləti bizlər qoruyaq. Sağ olun, gələn görüşə qədər.